Səhv eləmirəmsə 224-cü və 226-cı və ya o ikisinin arasında olan ayələrdə şairlər haqqında fikir bildirilir və şairlər tənqid edilir. Bu bütün şairlərə mi aiddir? Təşəkkür edirəm. Bu aktualdır. Bunu bəzən şairlərin əleyhinə çox istifadə edirlər. Həmin ayədə deyir ki, şairlərə gəldikdə isə onlara ancaq azğınlar uyar. Məşhur bir şey. Bəli. O hissə məhz fikrə gətirir. İndi bunu keçək. Aşkar, təkbirsiz, sərt bir mövqe. Ardınca deyir, onların hər bir vadidə sərgərdan gəzdiyini görmürsənmi? Yəni şair bu budaqdan o budağa qonur, o budaqdan bu budağa qonur. Nə mənada? Melanxolik durumu olur, başlayır bədbin danışmağa. Keyfi yaxşı olur, yaxşı danışmağa. Məsələn, mən belə şairlər görmüşəm ki, deyir, yox, mən gərək sevim kimisə. Müxtəlif qadınlara başlayır, hər sevgisini tərənnüm edəcək bir şey, şeirlər deyir. Və ya bir başqa cür, yəni fundamental, orta, soyuqqanlı bir xətt yoxdur. Və dalıcan deyir. Və etmədikləri sözləri danışdıqlarını görmürsənmi? Yəni, tamamilə bu xəyal ürünüdür. Məsələ burasındadır. Şeiriyyatla vəhiyin fərqi orasındadır ki, Allah bildirmək istəyir ki, Peyğəmbərin bu təbliğatı əsla xəyal məhsulu deyil və ya o təbinə düşüb deyə bunları demir. Bu əksinədir. Biz bura qədər bildik, kimsə desə deyəcək ki, vəssalam, şairin kitabı bağlandı. Lakin Allah Teala istisna vurur. İstisna kimlərdir? İman sahibi olub, xeyirxah əməllər edən, Allahı çox yada salan və haqsızlığa məruz qaldıqları zaman özlərini müdafiə edənlərdən başqa. Bunlar da şairlərdir. Deməli, şairlər arasında fərq qoyuldu. O şairlər ki, həmdən xəyaldır, gah zildən gedir, gah bəmdən gedir, gah buradan ora, yəni insanlara yaxını uzaq, uzağı yaxın göstərir. Bu cür şeylər tamamilə fərqlidir. Biz dini ədəbiyyatda da onu görürük. Bəzi zamanlarda bilirsiniz, sərt qanunlar olur. Məsələn, məscidlərdə şeir söylənməsinin qəti əleyhinə çıxanlar olub ki, məsciddə yalnız Quran oxunmalıdır və salam. Lakin bir zaman gəldi və o zaman xətiblər nə edirdilər? Məsələn, hansısa bir kitabı açırdılar və başlayırdılar onu cəmaata oxumağa. İndi mən sizə bir söz deyim. Babəki nə qədər adam tarixdən tanıyır, nə qədər adam filmdən tanıyır. Nəsimini nə qədər adam filmdən tanıyır, nə qədəri belə və ya Fərman Kərimzadənin əsərlərindən götürsək, bilirsiniz, cəmaat ədəbiyyatdan tanıyır. Baxın, Allah ona görə oradan deyir ki, sən reallığı şairdən öyrəndin. O onun təbii gəlib, bu cür təsvir edib bunu və sən bilmirsən ki, bəli, tarix var, amma o xəyalını da ortaya salıb. Nəinki, burada bu cür hərəkətlər oldu. Ona görə Allah Teala deyir ki, təkcə iman sahibi olub, xeyirxah əməllər edən, Allahı çox yada salan, yəni sən bilirsən ki, xəyal məhsullarını qatmaqla sən təhrif edəcəksən məsələlərini, istisna etdi. Ona görə də Peyğəmbərimizin dövründə də belə olurdu, şairlər gəlirdilər, Həzrət Peyğəmbərə oxuyurdular öz şeirlərini ki, mən harada səhv edə bilərəm. Ona görə də yekun nəticə budur ki, bütün şairlər məzəmmət olunmur. O şairlər məzəmmət olunur ki, onun sözünün arxasında etiqad, sağlam etiqad yoxdur.